Desəm ki, sıfır investisiya ilə başlamışam, inanarsınızmı? Mənim o vaxt bir rəfiqəm var idi, ondan başlamışdıq. Onun qardaşı idi, bizə nə bilim orada karkas qurmağa falan kömək edirdi. Karkas qurduq, pərdələr almışdıq, pərdələri asırdıq. Yəni təbii ki, tam gözlədiyimiz kimi olmurdu. Orada maketlər var idi, Forex-dən yapışdırırdıq, üstümüzə gəlirdi. Sən demə, parçaya olarkən o yaxşı yapışmırmış. Sadəcə addımlayan, hər bir böyük addım, hər bir böyük uğur kiçik-kiçik addımlardan ibarətdir. Yəni siz o birinci kiçik addımı atmasanız, heç vaxt o sizin üçün çox böyük görünən gələcəkdə olan sizi yarada bilməyəcəksiniz. Sadəcə ilk addımı atın. Mən Günel Məmmədova Şirvan şəhərində doğulub böyümüşəm və 16 saylı məktəbi bitirmişəm, həm də fəxri fərmanla. Ziyalı ailəsində böyümüşəm, valideynlərim hər ikisi riyaziyyat müəllimi olub və bu mənim təhsilimdə də çox kömək olub. Çünki həmişə əlaçı olmuşam, sinifdə sinifqom olmuşam. Məktəbi bitirəndə də 3-4 uşaqdan biri idim ki, fəxri fərmanla qızıl medalla bitirmişəm. Məktəb vaxtlarında dediyim kimi ən yaxşı oxuyan uşaqlardan olmuşam. Çünki gələcəyə dair məqsədlərim, missiyalarım və hədəflərim çox böyük idi. Baxmayaraq ki, kiçik yaşda idim və Şirvan kimi daha kiçik tanınmayan şəhərlərdən biri idi. Amma mənim üçün o Şirvan şəhəri sərhədləri demək olar ki, yox idi. Çünki mən gələcəyimi daha böyük şəhərlərdə və böyük ölkələrdə görürdüm və bəlkə də mənim gələcəyimə doğru həyatımı gördüyüm, qurduğum bir maket sırf Şirvan şəhərindən yaranmışdı. Mən o vaxtdan bilmirəm niyə, heç adını bəlkə birinci dəfə eşitmişdim, beynəlxalq münasibətlər deyə bir fakültəyə girməyimi istəyirdim. Yəni hamı müəllim olmaq istəyirdi, yəni bizim dövrümüzdə də hamı həkim olmaq istəyirdi. Yəni qızlar üçün ən gözəl sənət nədir? Müəllim, həkim. Amma mən dedim ki, mən beynəlxalq münasibətlər fakültəsinə girəcəm. Hələ o fakültə də yeni-yeni idi o dövrlərdə. O da niyə? Çünki mən istəyirəm ki, xarici ölkələrə çıxım, səfir olum və dünyanı görüm. Müəllimlərim deyirdi ki, yox, səndə çox gözəl riyaziyyat alınır. Mən olimpiyadalara gedirdim, birinci yerlərə çıxırdım. Ailədə 4 uşaq idik və bizim ailəmizdə, yəni digər bacılarım həkimlik üzrə gedirdilər. Yəni o dövr üçün dediyim kimi ən gözəl sənət həkimlik və müəllimlik idi. Mən evin son beşiyəm və həmişə də son beşi olaraq özüm işləyim, öz karyeramı qurum və fərqli bir sahələrə gedim deyə bir məqsədlərim var idi. Ziyalı ailəsində böyüməyimə baxmayaraq, hədəfim xanım üçün, bir qız üçün standart olan həkim, müəllimlik yox, daha qeyri-adi bir peşə seçmişdim və onun ardınca da gedirdim. O dövrdə yəni coğrafiyanı mən çox gözəl bilirdim. Coğrafiya, ingiliscə ən sevdiyim fənlər idi və tələbə qəbul imtahanında da 25-25 yığdığım fənlərdən idi. Coğrafiyada da ən sevdiyim ölkə İtaliya idi. Heç İtaliyanın adını sadəcə atlasdan, yəni görmüşdüm, coğrafiyadan eşitmişdim. Amma o qədər çox sevirdim ki, derdim ki, mən Azərbaycanda yox, İtaliyada olmalıydım və sonradan sizə danışacağam ki, bu uşaqlıqdan olan bu arzu, necə deyirlər, bu xəyal gələcəkdə nələrə gətirib çıxardı, yəni İtaliya ilə bağlı. Mən başa həyatda hər şeyin təsadüf olduğuna inanmıram. Heç bir şey təsadüf deyil və alnımıza yazılan hər bir yaşadığımız bir hadisə, bir faciə də ola bilər. Bu insanların gələcəyinə çox böyük təsir edir. Könül istər ki, hər şey uşaqlıqdan çox gözəl, belə tamam bir ailə ilə olasan. Bir şeylər var ki, biz onlara təsir edə bilmirik, dəyişə bilmirik. Həmişə deyirlər ki, atasının qızı və atama çox bənzəmişəm. Həm sima cəhətdən, həm də xarakter cəhətdən. Və atam mənim müəllim olub və təhsil şöbəsi var hər rayonda, bilirsiniz. Orada yəni inspektor olub. Şirvan şəhəri çox balaca şəhərdir və hər kəs bir-birini tanıyır və çox hörmətli bir ziyalı insanlardan biri idi. Mən həmişə evin ərköyünü, balacası olmuşam deyə mənə hər şey icazə verilirdi. Ta ki 6-cı sinifə qədər, 6-cı sinifdə yəni bu həyatımda o dönüş nöqtəsi deyilən bir an oldu ki, yəni mən atamı itirdim və bu mənim üçün biraz inanılmaz olsa da, yəni qəbul etmədiyim bir reallıq idi. Amma sonradan böyüdükdən sonra, yəni bu gün gəlib çatdığım yeri görəndə o hadisənin mənim həyatımda, irəliləməmdə, inkişafımda nə qədər təsir olduğunu gördüm. Baxmayaraq ki, anam da mənim riyaziyyat müəlliməsidir. Anam ancaq yəni bizim oxumağımıza özünü sərf etmişdi ki, oxuyacaqsınız, yaxşı universitetlərə girəcəksiniz. Yəni anam da yəni eyni prinsiplə böyütdüyünə baxmayaraq, atanın olmaması artıq məndə 2 qat güc yığmağıma kömək oldu ki, yəni mən atama özümü sübut etməliyəm. Atam yoxdur, amma o məni görür. Mən onun arzularını reallaşdırmalıyam. Bu mənim həyat missiyam olub. Necə deyirlər, həyatda hər bir insanı irəli itələyən bir amil olur. Məncə mənim əsas xəyallarımdan əlavə daha da yüksəkdə atama özümü sübut etməyim və ona verdiyim sözləri tutmağım olmuşdu.
Deməli, məktəbi bitirərkən hər bir bilirsiniz ki, insan özünə bir sahə seçir. Bütün yazdığım fakültələri demək olar ki, beynəlxalq münasibətləri idi. BEDU-nun beynəlxalq münasibətləri idi, Xarici Dillər Universiteti idi, yəni hamısı onunla əlaqəli idi. Və mən ilk yazdığım fakültəyə qəbul olmuşdum 611 balla. İndiyə kimi yadımdadır. Şirvan şəhəri üzrə 3 nəfər idi ki, ən yüksək bal yığmışdı. Biri mən idim. Daha bizdən müsahibələr almışdılar, qəzetlərdə şəkillərimiz çıxmışdı. Sonra da artıq Bakıya gəldim və axır öz istədiyim fakültəyə qəbul olmuşdum, həm də dövlət ödənişi əsasında. Xarici Dillər Universitetini niyə seçmişdim? Hətta onu deyim ki, niyə birinci onu yazmışdım? Orada xarici dil üzrə fənlər daha çox idi. İkinci dil kimi fransız dili mən keçmişdim. Xüsusən fransız dilini də çox sevirəm. Düzdür, bu indilərdə çox işlətməsəm də o dövrdə biz ingilis və fransız dilində keçirdik və beynəlxalq münasibətlər fakültəsinə girəndə o ilk necə deyirlər, hədəfimə, məqsədimə çatdığım üçün o qədər xoşbəxt idim ki, yəni ondan sonra o insanın öz istədiyinə çatıb da, yəni onun verdiyi həzz kimi bir şeyin olmadığını gördüm və bu mənə daha da motivasiya verdi. Yəni bundan bitmədi təbii ki. Mən qırmızı diplomla bitirdim və mən magistra təhsili yenə də qəbul oldum. Həmin ili yenə də beynəlxalq münasibətlər və öz universitetimizə. Mən təhsilimi bitirəndə əmin idim ki, gözəl bir işlərdə işləyəcəm, gözəl bir yerlərə gələcəm və elə də nəticəsini göstərdi və bunun üçün də artıq dediyim kimi o uşaqlıqdan gələn tək ayaqda qalmaq, tək qalxmaq hissi. Təbii ki, mən heç nə gözləmirdim ki, kimsə məni çağıracaq işə, kimsə məni işə düzəldəcək. Dövlət qulluğu imtahanı var idi, dövlət strukturlarına, nazirliklərə imtahan verərək qəbul olurdum və mən magistri bitirməmiş aprel ayı idi. Təəccüblü olmasa da mən o imtahanı keçərək ilk dəfə dövlət strukturlarımızdan, yəni yüksək bir nazirlikdə işə düzəlmişdim. Gənclər arasında var ki, özünə güvənsizlik ki, hal-hazırda oxumaqla çox da yüksəklərə getmək olmur və yaxud da hər hansı bir dəstəyə ehtiyacı olur. Amma ÖSK-imi danışmaqda əsas məqsədim də budur ki, sadəcə rayonda böyüyən bir qız, sadəcə beynini təhsillə, yəni heç kim güvəndiyi, heç bir dəstək olduğu bir adam olmadan da təhsili ilə ayağa gedə bilər və çox gözəl strukturlarda, gözəl vəzifələrdə işləyə bilər. Təhsil olduqdan sonra, yaxşı bir işə düzəldikdən sonra zaten orada görəcəyiniz işlə, yəni göstərdiyimiz keyfiyyətli, yüksək dərəcəli işlərlə artıq daha yüksəklərə çəkilirsən. Yəni nə qədər olur olsun, hansı zaman olur olsun, həmişə işləyən, savadlı kadrlara həmişə hər yerdə yaşıl işıqdır. Yəni kimliyindən asılı olmayaraq. Dövlət işində ola-ola mən bir məqsədimə çatmış kimi hiss etmirdim. Çünki mən bilmirəm nə dərəcədə düzgün səslənər, həmişə daha yaxşısını istəyirdim və qane olmurdum. Tutaq ki, bir şöbə müdürü vəzifəsində işləyirəm və yaxud da müəyyən bir əmək haqqı alıram, amma bu məni qane etmirdi. Mən həmişə düşünürdüm ki, mən əlavə olaraq öz gəlirimi artıra bilərəm, özümü necə daha çox inkişaf elətdirə bilərəm. Hətta işlədiyim dövrdə mən distance təhsil də almışdım Londondan. HR işləyirdim o zaman bir özəl bir şirkətdə, İngiltərənin bir universitetinin insan resursları üzrə kadr yetişdirilmə kursuydu və Azərbaycandan biz burada təhsil keçirdik. İmtahan verirdik, cavablar göndərilirdi Londona və o diplomu da almışdım. Yəni diplomların arasında biri də o var idi ki, mən daha çox necə inkişaf elətdirə bilərəm deyə. Mən işləyirəm, maaş alıram, bununla mən heç qane olmurdum. 2014-cü ilə gələndə mən artıq tamam öz sahəm diplomatiya olmağına baxmayaraq ikinci təhsili də aldım. Azərbaycan Memarlıq və İnşaat Universitetinə qəbul oldum. Bu mənim artıq ikinci təhsilim idi və məni ikinci kursda götürmüşdülər və mən artıq özümü bir professional mühəndis kimi yetişdirirdim. Hal-hazırda işlədiyim qurumda işləməyə başladım və bu mənim öz diplomatiya, beynəlxalq müəssisə sahəsindən biraz fərqli sahə idi. Demək olar ki, puxtələmiş bir mühəndislər arasında daha çox orada bilirsiniz ki, kişi mühəndislər daha çox olur. Yəni qadın və mühəndis biraz çox az, yəni bir-birindən uyğunlaşır və mən ilk demək olar ki, və bəlkə də bizim strukturda ən gənc, cavan qız mühəndis oldum və artıq mən yollarda yol çəkirdim, daha çox yəni başqa sahələrdə işləyirdim və bu da mən çox bəyənirdim və o sahədə də uğurlu oldum. Mən 2018-ci ildə başladım artıq öz biznesimə. Baxmayaraq ki, mən işlədiyim yer daha çox belə ciddi, daha çox konservativ bir strukturlar idi, amma mənim o içimdə həmişə nələrsə qurub, yaradan, ideyaları aşıb-daşan bir qızcığaz var idi. Bugün biznes açdım deyə bir şey olmadı. Sadəcə mən öz sevdiyim hobbi işim mənim tədbirlərin təşkilatı idi. Hətta işlədiyim strukturlarda tədbirlər olurdu. Məsələn, hər hansı bir seminar və yaxud da bayram, gün elinə təşkil edə bilərsən. Yəni məni
Məni təşkilatçı kimi tanıdılar. Heç bir biznesim yox idi. Yəni heç bir hələ başlamamışdım. Sırf ruslarda bir şey var. Человек праздник deyilir. Yəni nələrsə qurum, gəlin bunu eləyək, gəlin belə bir şey eləyək və yaxud da bayrama yığışaq və yeni ideyalar olan bir qız idim. Ad günləri təşkil edirdim. Qızlar arasında o vaxt daha məşhur idi. Daha sonra ailə qurdum və övladlarım oldu və övladlarımın ad günlərini başlayırdım təşkil etməyə. Hər dəfə də xarici stildə, yəni xaricilərdən tematik, konseptual partilər, ideyaları götürürdüm, internetdən baxırdım ki, hansısa məşhur bir xarici bloger nə eləyib tema və tapırdım, zakaz eləyirdim və başladım özümə və övladlarıma sadəcə konseptual, tematik partilər eləməyə və bu gələn qonaqlarım o qədər səbirsizlə gözləyirdilər ki, Günel görəsən bu dəfə nə fikirləşib deyə. Bir ildən sonra demək olar ki, mənim ətrafım başladı ki, Günel, bu səndə çox gözəl alınır. Niyə bunu biznesə çevirmirsən? Yəni Azərbaycanda yoxdur elə bir təşkilatçılar, elə ideyalarla olan çox az adamdır. Və necə deyirlər, ətrafımın o verdiyi motivasiya və güvənlə mən artıq başladım insanlar üçün sifarişlər götürdüm, onların tədbirlərini təşkil etməyə başladım və hal-hazırda mən Ferik Eventsin təsisatçısı və direktoruyam və bugün çox uğurla davam edən bir şirkətin banisini, necə deyirlər, sütun daşını qoydum həmin ildə. Gənclərimizə faydalı informasiya olar ki, mən biznesi necə başladım. Hamı deyir ki, bir biznes açmaq üçün çox böyük investisiyan olmalıdır. Desəm ki, sıfır investisiya ilə başlamışam, inanarsınızmı? Bilmirəm, amma tam səmiyyətlə danışmaq istəyirəm. Artıq ilk sifarişi götürəndə ancaq xərclərimi demək olar hesablayırdım. Hələ gəlir düşünmürdüm ki, mən bu tədbiri hansı qiymətə, hansı əlimdə olan yəni maddiyyatla onu edə bilərəm. Hesablayan sonra müştəriyə bunu dedik və müəyyən bir məbləğin yarısını ondan aldım. Və ondan aldığım məbləğə mən getdim, nələrisə düzəltdirdim, nələrisə aldım, nələrisə kiraya götürdüm və sonda elə müştərinin verdiyi, necə deyərlər, həmin o məbləğlə biz həmin tədbiri təşkil elədik. Gəlir demək olar ki, qoymadım. Yəni mən düşünürdüm ki, mən bunu ilk dəfə idi kimin üçünsə edirəm. Bu mənim öz tədbirim deyil, dostumun deyil, övladımın deyil və mən kiməsə çox gözəl bir iş verməliyəm. Məntiqim elə işləyirdi ki, mən bu tədbiri zaten verərkən ora bir 20-30 qonaq gələcək. Və 20-30 qonaq soruşacaq ki, əgər orada çox gözəl işdirsə, bunu kim edib deyə və ən azı 20-30 qonağın 5-10 nəfəri mənə qayıdacaq. Yəni mən ancaq o düşüncədə idim ki, bu mənim ilk reklamımdır, ilk təqdimatımdır. Nə dərəcədə gözəl olacaqsa, o dərəcədə sonrası elə gələcək. Tədbiri çatdırdıq. Təbii ki, çox həyəcanlı idi. Çox az işçi qüvvəsi var idi. Mənim o vaxt bir rəfiqam var idi, ondan başlamışdıq. Onun qardaşı idi. Bizə nə bilim orada karkas qurmağa falan kömək edirdi. Yəni heç bir professional bir işçi heyəti deyildi. Hamı ilk dəfə idi. Yəni sadəcə hamımız dedik ki, bir nə var ki, burada eləyərik də. Karkas qurduq, pərdələr almışdıq, pərdələri asırdıq. Yəni təbii ki, tam gözlədiyimiz kimi olmurdu. Orada maketlər var idi. Forex-dən yapışdırırdıq, üstümüzə gəlirdi. Sən demə, parçaya olarkən o yaxşı yapışmırmış. Yəni o qədər force majorlar oldu ki, yəni hətta düşünürdüm ki, mən bunu niyə elədim? Yəni təbii ki, bu həyəcan inanırsınız ki, illər keçib hələ də var. O force majorlar həmişə olur. O dövr üçün ilk dəfə bir sifariş götürüb və onu yüksək səviyyədə vermək istəyən bir xanım üçün bunun nə dərəcədə həyəcanlı olduğunu təsəvvür edə bilmərsiniz. Amma ki, təsadüfmü oldu, necə deyərlər, qismətmi oldu, çox gözəl şəkildə işi təhvil verdik, çox bəyəndilər. Tam ödənişimizi də aldıq və əlavə müştərilərdən geri dönüşlər də aldıq və beləcə başladıq. Bir il sonra idi fəaliyyətimdən mən artıq açıq havada toylar təşkil edirdim. İndi düzdür çox yayılıb, amma o dövr üçün çox az insan edirdi və çox gözəl alınırdı, dəniz qırağında edirdi. Yəni orada daha çox avadanlıq, daha çox maddiyyat lazım idi. Çox gözəl də alınırdı və mən o qədər həvəslə, o qədər professionallıqla yanaşırdım ki, tədbirin təşkilinə. Böyük bir ciddi tədbirdir. Sadəcə ad gün deyil mənim üçün çox böyük bir məsuliyyət idi. Yeganə bir fəaliyyətimdir ki, saatından asılı olmayaraq gecə 12-də də bitirsəm, o qədər gümrah gedirəm ki, mən evə və o qədər fəxrlə gedirəm ki, yəni heç bir dəfə yadıma düşmür ki, deyəm ki, necə yoruldum bu işi, bircə bitirsəydim, yox. Bəlkə də uğurlu olmağımın səbəblərindən də əsası da odur. Mən o işdən yorulmuram. Artıq 8 il, 9 il olacaq, amma ki, eyni o andakı həyəcanla başlamaq, qurmaq, hər detala yanaşmaq, nə qədər insan professional olsa da, o titizliklə yanaşmaq deyilən bir şey var. Desələr ki, işinin yəni sirri nədir? Məncə əsas sirri odur ki, mən işimdən yorulmuram və işimi çox sevirəm və həvəslə görürəm və hər dəfə də daha mükəmməlini yaratmağa çalışıram. Xaricdə yaşamaq, xaricə getmək, dünyanı gəzmək sevgisi sonradan mənim həyatıma yeni bir biznesin açmasına necə səbəb oldu, o barədə danışmaq istəyərdim. Təbii ki, artıq işləyəndən sonra
ilk imkanda biz yeni bir ölkələri görməyə çalışırdıq. Eventdən qazandığım son gəlirimi belə hər hansı bir yeni evlər tikim, yeni maşınlar alım yox, sırf səyahətimə invest edirdim. Yeni cəmiyyətlər, yeni ölkələr, yeni adət-ənənələr və hər dəfə də elə bil ki, o deyirlər ki, səyahət ən gözəl ensiklopediyadır deyə və ən gözəl inkişafdır deyə. Yəni mən bunu yaşamışam deyə çox əminliklə deyə bilərəm. Bir dəfə dedik ki, biz kruzə getmək istəyirik və artıq biz axtarırdıq ki, hardan gedək, necə gedək və çox vaxt biz səyahətlərimizi özümüz planlaşdırdığımıza görə, yəni biz biletlərimizi də yoldaşımla özümüz alırdıq, yəni baxırdıq haralara getmək lazımdır, hansı şəhərdən çıxıb hansı şəhərə gedə bilərdik. Yəni həmişə özümüz sərbəst səyahətlərimizi planlamışıq və sadəcə bir internetdə təsadüfən gördüyüm bir səhifə ilə bir tədbirə qatılmışdım. Xarici bir şirkətin nümayəndələri idi Azərbaycanda. Mən onu xaricilərdə görmüşdüm, amma Azərbaycanda olduğuna heç inanmazdım ki, sırf dünyanın bütün kruzlərinin, necə deyirlər, özün bron edə bilərsən, özün səyahət edə bilərsən və öz səyahətini planlaya bilərsən və elə bir maraqla biz həmin o tədbirə düşmüşdük. Mən də bir özünün səyahətini özü planlayan bir insan kimi demişdim ki, mənim üçün okeydir, çox gözəldir. Biz sadəcə qoşulmuşduq ki, öz kruzimiz üçün planlayaq və orada bir neçə sistem var ki, öncədən hissə ödəməklə öz səyahətini planlaya bilərsən, hətta şirkət sənə əlavə bonuslar verir. Bu bütün turistlərə aiddir. Yəni heç bir mənim üçün özəl bir şey yox idi. Bilmirəm bu xarakterlə əlaqəlidir yoxsa yox. Mən hər bir yerdə yeni bir imkanları görən bir adamam. Bilmirəm bu biznes bəlkə düşüncəsidir və hər bir yerdə mənə maraqlı gəlir ki, insanların burada marağı nədir? Okay, hamı səyahət edə bilər, hamı niyə bunun üçün böyük təkliflər edirlər, böyük bir resurs sərf edirlər? Burada yəni hansı pullar var? Yəni o məni düşündürürdü. Baxmayaraq ki, mənim artıq 2-3 yəni dövlət işimdə bu bir biznesim də var idi və bu mənə mane olmadı ki, məndə üçüncü bir biznes açmaq fikrini yaratsın. Və tədbirlərin birində mən görürdüm ki, həmin şirkətin nümayəndələri ildə 2-3 dəfə kruzlərə gedirlər, aylıq ödəniş edirlər, müəyyən bir məbləğ yığırlar. Bəs necə olurdu ki, bu insanlar axı bunun üçün böyük bir vəsait lazım idi və onların bir prezentasiyasında sual da vermişdim ki, bəs riyaziyyata vursaq, ildə bir dəfə maksimum gedə bilərsiniz və onlar mənə başa salmışlar ki, biz bu şirkətin həm də partnyorlarıyıq və partnyorlar üçün əlavə orada daha çox üstünlüklər var, daha çox qazanc var, şirkət tərəfindən təqdim olunan imkanlar var və biraz onu lampa deyləri yandı ki, nə gözəl, niyə də yox, mən səyahəti sevirəm, bu işi çox sevirəm və niyə də bu sahədə mən özümü yoxlamayım. Bir ay sonra mən artıq həmin şirkətin rəsmi Azərbaycanda partnyorlarından biri oldum. Mən partnyor olduqdan sonra səyahətə olan sevgim də o qədər mənim işimə təsir etdi ki, və mən bu biznesdə də uğurlu oldum və 6 ay sonra şirkətin rəsmi marketinq direktoru kimi artıq status aldım və hal-hazırda həmin o bir gün sadəcə kruzə getmək eşqi ilə getdiyim bir tədbirləri artıq mən özüm təşkil edirəm. Çox turistlərin artıq həyatlarında necə deyə yadda qalan səyahətlərini planlayıram və mən bu gün özümü həmçinin event təşkilatçısından əlavə çox yaxşı bir travel eksperti kimi təqdim edə bilirəm. Həmin o İtaliyaya olan sevgim artıq İtaliyaya mənim 4-cü səfərim olmuşdu ki, hansı ki bir vaxt mənim üçün sadəcə xəritədə çəkmə formasında gördüyüm o İtaliya bu gün mənim üçün artıq çox əl çatan bir ölkədir və mən demək olar ki, hər il səyahətlərimdə o ölkəyə gedirəm və necə o arzularımı artıq reallığa çevirdiyimi görürəm və bu mənə çox böyük motivasiya, çox gözəl qürur hissi verir. İstənilən bir uğurlu iş xanımının və yaxud da bəyin uğurlu olmasının əsas səbəbi həmin o keçdiyi yolda rastlaşdığı çətinliklərdir və hər dəfə o çətinliklərdə, qalxmalar, düşmələr də insanı daha möhkəmləndirir, daha professionallaşdırır və sonda təbii ki, öz zəhmətinin, əməyinin bəhrəsini görürsən. Bugün mən həm bir ana, həyat yoldaşı, həm bir iş qadını olaraq deyə bilərəm ki, gələcəkdə nələr olacaq hələ də bilmirəm. Çünki ideyalar sonsuzdur, insanın arzuları, xəyalları, hədəfləri sonsuzdur. Mənim üçün həyatda yaşama prinsipim ümumiyyətlə budur ki, insanın xəyalları nədirsə, yaşadığı da odur. Belə bir deyim var ki, Allah yaşata bilmədiyini xəyal elətdirməz. Çünki mən uşaqlıqdan o etdiyim xəyalları hazırda yaşayıram. İstəyərək, istəməyərək və yaxud da şuuraltı bunu kodlaşdıraraq
bütün istədiyim arzularıma çatmışam. Amma bu demək deyil ki, mən bugün yerimdə dayanıram. Çünki arzular, xəyallar o qədər sonsuzdur ki və mən hələ də tam özümdən qane deyiləm. Mən özümə daha gözəl həyat, daha gözəl biznes, daha gözəl gəlir mənbələri görürəm gələcəkdə. Bəlkə də inkişaf etməyimin səbəbi də odur ki, mən buna çatdım. Əla, mən bunu istəyirdim deyə bir şey yoxdur. Bir vaxt çox gözəl bir event tədbirləri gözəl bir gəlir mənbəyi ilə çevirmək isə bu gün mənim hal-hazırda tək Azərbaycanda yox, fərqli xarici ölkələrdə eventlərimi təşkil etməyimdir. Və hal-hazırda bu o qədər yaxındır ki, yəqin ki, məni izləyənlər və yaxud da mənimlə işləyən insanlar bunu görəcək və hal-hazırda çox gözəl bir layihələr üzərində işləyirik. Xarici ölkələrdə eventlərin təşkili ilə bağlı danışıqlarımız var və mən hələ ki o üzrə hədəflərimi qoymuşam və ona doğru gedirəm. Həmçinin də səyahətlər üzrə də əsas mənim məqsədim dediyim kimi ilk dəfə sadəcə özüm səyahət etmək istəmişdim, özüm dünya ölkələrinə çıxmaq istirdim. Bu gün isə daha çox insana bu səyahət imkanlarını yaratmaq və həmçinin də bu biznesi daha da böyütmək. Çünki bilirəm ki, əgər bu mənim beynimdə varsa, mütləq ki, həyatımda da olacaq. Çünki insanın düşüncəsi, insanın fikirləri çox güclü bir qüvvəyə malikdir. İnsan nə fikirləşirsə, onu da həyatına çəkir. Ona görə gənclərə də, insanlara da, biznes qurmaq istəyən, hələ ki, fikirləri üzərində işləyən insanlara demək istəyirəm ki, daha böyük düşünün, daha geniş düşünün, məqsədlərinizi yüksək qoyun. Heç vaxt görünməsin ki, bu çox çətin olacaq. Yəni o çətinliyi deyərək siz zaten onun artıq kodlaşdırırsınız, necə deyirlər ki, öz qarşınıza səd və yaxud da qorxu qoyursunuz. İnsan qorxmamalıdır. Yəni risk həmişə olmalıdır, risk həmişə var. Biri var ki, bir insan bir addım atsın, risk etsin. Ya uğurlu da ola bilər, uğurlu olmaya da bilər. Amma bir də var ki, sən bunu etmirsən və nə vaxtsa neçə illər sonra geri baxanda hansısa sənin ideyanı başqa bir insan həyata keçirəndə deyirsən, bu ki, mən bu 5 il, 10 il əvvəl düşündüyüm bir şeydir. Mən o vaxt bunu etsəydim, bəlkə də bugün çox uğurlu ola bilərdim. Sadəcə o qorxu, çətinliklə üzləşmək, necə deyərlər, qorxusu tamamilə həyatını, necə deyərlər, başqa bir yöndə yönəldib. Sadəcə addımlayan, hər bir böyük addım, hər bir böyük uğur kiçik-kiçik addımlardan ibarətdir. Ya siz o birinci kiçik addımı atmasanız, heç vaxt o sizin üçün çox böyük görünən gələcəkdə olan sizi yarada bilməyəcəksiniz. Sadəcə ilk addımı atın.